Salam, hər vaxtınız xeyir olsun. Artıq 7 iyun tarixində keçiriləcək 1-ci və 4-cü ixtisas qrupları, eyni zamanda həm DT, həm TC alt qrupunu seçən abituriyentlərin təkcə coğrafiya imtahanı üçün imtahan baş vərəqəsi Dövlət İmtahan Mərkəzi tərəfindən sayta yerləşdirilmişdi. İndi isə ona necə baxmaq lazım olduğunu göstərim. İlk öncə Google axtarış sisteminə daxil oluruq və burada axtarış yerinə Dimqovaz yazırıq və axtar düyməsini sıxırıq. Artıq ekranda görürsünüz DİM-in rəsmi saytı açıldı, üzərindən vururuq. Və burada ekranda görürsünüz yazılır bakalavriat, 1-4 ixtisas qrupları və coğrafiya. Bunun üzərindən vururuq. Və burada şəxsi kabinet var, şəxsi kabinet üzərindən vururuq. Və burada bizdən şəxsi kabinetin istifadəçisi, yəni fin soruşur. İndi soruşa bilərsiniz fin nədir və onu sizə göstərim. Köhnə şəxsiyyət vəsiqələrinə fin kod burada görürsünüz son 8 rəqəmindən 7-si işarələnmiş fin kodumuzdur. Yeni nəsil şəxsiyyət vəsiqələrində isə fin kod və burada identifikasiya nömrəsi yazılmış 7 rəqəmli simvoldur və indi biz müvafiq məlumatları uyğun xanaya yazaq. Və indi fin kodumuzu qeyd edirik. Və daha sonra növbət xanasını sıxırıq. Və burada bizdən şəxsi kabinetin istifadəçi parolunu soruşur. Bu, şəxsi kabinet yaradan zaman sizin təyin etdiyiniz paroldur, həmin parolu yazırıq. Və parol yazandan sonra burada görürsünüz, xüsusi kodu var. O kodu burada yazıldığı kimi böyük yazıbsa, böyük hərflərlə burada müvafiq olaraq qeyd edirik və daha sonra daxil düyməsini sıxırıq. Və görürsünüz, artıq ekranda bizdə imtahana baş vərəqəsi görsənir. İmtahan ayın 7-si iyun saat 10:00-da başlayır, 10:00-da çünki havalar isti olduğuna görə imtahan saatını 1 saat qabağa çəkirlər. Ona görə də mütləq şəkildə ən azı imtahan yerinə 1 saat əvvəldən gedin. Yəni 9:45-də artıq qapılar bağlanır, ondan sonra getsəz imtahanı buraxılmayacaqsınız. Və imtahana gedərkən nə aparmaq lazımdır? Həmin bu vərəqi çap edirsiniz. Bunun fərqi yoxdur, rəngli yaxud rəngsiz. İstənilən printer olan yerdən çap edə bilərsiniz. Digər tərəfdən də ki, imtahana təbii ki, şəxsiyyət vəsiqənizlə bərabər gedirsiniz. Bu şəkildə siz artıq vərəqi çap edib imtahana gedirsiniz və imtahan 3 saat davam edir. Bilirsiniz, blok imtahanda səhv düzü aparır. 4 səhv 1 düz aparır. Fərqi yoxdur. 2 səhvdə yazsaz, doğru cavabların 0,5 hissəsini aparır. Bəzən düşünür uşaqlar ki, 4 səhv yazanda 1 düz aparır. Yəni 2 səhv yazsaz qeyd etdiyim kimi 1 düz sualın yarısı gedir. Və digər tərəfdən də ki, ilk 22 sual, bilirsiniz, qapalı suallardır. Orada səhv düzü aparır. Amma 23-dən 30-a qədər olan sualların heç biri səhv olsa, yəni heç bir səhv cavablar doğru cavablara təsir göstərmir. Və imtahan qeyd etdiyim kimi 3 saat davam edəcək və coğrafiya imtahanı verənlər isə təkcə coğrafiya imtahanı 1 saat davam edəcək. 30 sualdır orada və coğrafiyadakı olan səhv suallar ədəbiyyata təsir göstərmir. Yəni coğrafiyadan hamısı səhv olsa belə o 0 balla qiymətləndiriləcək və ədəbiyyatın hər hansı və yaxud tarixin, ana dilin səhvlərinə, doğru cavablarına təsiri olmayacaq. Bu şəkildə siz artıq imtahanda iştirak edə bilərsiniz. İmtahanda iştirak edəcək bütün abituriyentlərin hər birinə uğurlar arzu edirəm.